Neftçinin baş məşqçisi Yuri Vernidub, Misli Premyer Liqasının 18-ci turunda Araz Naxçıvana 0-4 hesabı ilə qalibiyyətdən sonra mətbuat konfransında sualları cavablandırıb. Komandanın fiziki durumu ilə bağlı nə deyə bilərsiniz? Məqsədimiz bu performansın bir oyunluq olmamasıdır. Fiziki cəhətdən daha da yaxşılaşmalıyıq. Fiziki durum yaxşı olanda oyun, pressing və hücum da yaxşı alınır. Bizdə ulduz yox, kollektiv var. Hamı bir nəfər üçün, bir nəfər hamı üçün. Zirə ilə oyunda alınmayan nə idi? Oyun çətin idi. Əsas səbəb psixoloji durum idi. Yoldaşlıq oyunlarında və bugün olduğu kimi oynaya bilsələr, mən də sakit olacağam. Freddy Vargas'ın zədəsi ciddidirmi? Ayağına tikiş qoyulub, kəsik ciddidir. Ümid edirəm hər şey yaxşı olacaq. Azərbaycanlı futbolçuların icarəyə verilməsi gündəmdədirmi? Heç kimi icarəyə verməyi düşünmürük. 22 futbolçu və 4 qapıçımız var. Hamısına şans yaradacağam. Rıza Cəfərovu da izləyirik. Qəbələ ilə oyun sizin üçün nə deməkdir? O kluba hörmətim böyükdür, amma mən Neftçinin qalib gəlməsini istəyirəm. Maraqlı oyun olacaq. Ştogrin və Murad niyə 90 dəqiqə oynamır? Ştogrin zərbə almışdı, özü əvəzlənmə istədi. Fiziki cəhətdən hazırdır. Muradla da eyni vəziyyətdir. Bütün futbolçuların oyun praktikasına ehtiyacı var.